Təqva sözü insanın özünü günahdan və haramdan çəkindirməsidir. Lüğəvi mənada təqva yəni çəkinmək, hifz etmək, qorumaq. Şəriət istilahında isə mənası Allahın haramlarından və günahlardan çəkinməyi deyirlər. Məcmu'l Bəyan təfsirindəki şiə təfsiridir. Buyurur ki, Əyyuhəl-ləzinə əmənu xitabı ki var. Bu xitab, bunun ləzzəti, bu xitabın ləzzəti orucun çətinliyini asanlaşdırır. İnsan fəxr edir ki, Allah məni mömin bəndə hesab edir və mənimlə yumşaq danışır. İman sifəti ilə danışır, əzizləyir məni. Məni mömin kimi təqdim edir və deyir ki, sən ki möminsən, artıq oruc sənə vacib edilib. Məsuliyyətlərin var. Bu xitab orucun çətinliyini asanlaşdırır insan üçün. Bu xitabın ləzzəti. Təqva sözü lüğətdə, məsələn, Rağib İsfahani müfrədatından nəzər salsanız, vaqa yaqi sözündəndir. Vaqa yaqi yəni nə? Vaqa yaqi viqayətən yaxud vəqayətən, yəni himayə etmək, qorumaq, hifz etmək mənasındadır. Sözün kökü budur. Yəni pəhriz etmək, hifz etmək, himayə etmək, özünü qorumaq mənasında. Bəqərə surəsinin 201-ci ayəsinə baxanda görürsən Allah Azza və Cəllə bir dua qeyd edib. Qunutda da bu duanı etmək yaxşıdır. Deyir, Rabbənə ətinə fid-dunya həsənətən. Rəbbimiz bizə bu dünyada həsənə ver, yaxşılıq əta elə. Və fil-axirəti həsənə və axirətdə də yaxşılıq həsənə əta elə. Və qinə əzəbən-nar. Bizi narın orun əzabından qoru, saxla. Qinə həmin odur. Nə? Yəni bizi qi əmirdir. Yəni bizi saxla, bizi hidayət elə, bizi hifz elə. Cəhənnəmin əzabından, odundan bizi qoru. Deməli, ayə nə deyir? Deyir, oruç tutun ki, bəlkə təqvalı oldunuz. Təqvalı olandan sonra artıq qapılar üzvə açılır. Bir insan deyirlər ki, dərs oxu, böyük bir alim ol. Artıq alim olandan sonra sənin faydaların üzə çıxır. Cəmaət sənə müraciət eləyir, müşkilləri həll edirsən, alimsən, insanları cəhalətdən, zülmətdən nura çıxarırsan və s. artıq imtiyazlar gəlir. Təqvalı olandan sonra bir sıra Quran ayələrinə nəzər salaq ki, təqvalı olmaq yəni nə? Təqvalı olmağın mərtəbəsi nədir?